99 qəpikdir bu maloko. Əlimdə tutduğum maloko mağazada 99 qəpikdir. Birdən bəzədə başlayacaq. Surok belə getdi, tarix belə gəldi. Şükür Allah cəmaatın savadı da var. Alanda da baxır tarixlərinə. Qiymətlə baxa bilərsiniz 99 qəpiyə. Hansı ki mağazada 2-3 manat aşağı deyil. Hər kəs kanalımıza xoş gəlib. Videoları izlərkən bəyənib səhifəmizə abunə olmayı unutmayın ki, bu kimi endirim paylaşımlarını qaçırmayasınız. Səhər saat 10-un yarısıdır. Baxın, diqqətlə saata baxın və qiymətlərə baxın. Yarı qiymət. Bütün Saska kalbasalar burada gördüyünüz Saska kalbasalar yarı qiymətinədir. Tən yarı qiymətinə. Ucuz marketdə və səhifəmizdə ucuz marketlər haqqında yetərincə videolar var. İstər Instagram səhifəmizdə, istər TikTok səhifəmizdə bütün platformalarda paylaşırıq. Baxın 2 manat 99 qəpik toyuqdur. Hansı ki inanın bu toyuğun qiyməti mağazada 4-5 manatdan aşağı deyil. Burada isə 2 manat 99 qəpik və heç nə demək lazım deyil. Təkcə toyuq bilməsən qabağında olan izdihama baxın. 2 manat 99 qəpik toyuq satdırma alatında endirim var. Balıqlarda böyük endirimlər var. Farel hər yerdə 13-14 manatdır. Burada isə 9 manat 99 qəpik. Bir sözlə qiymətlərdə çox böyük fərqlər var. Yenə başlayacaq bəzi ağıllar ay suroku keçib, ay tarixi keçib. Qardaş yenə deyirəm, hər kəsin savadı da var. Yəni burada bu cür məntiqsiz şeylər yazıb özünüzü yormayın havaya yerə. Şükür Allah. Yəni sadəcə bizdə bu maraqlı bir şeydir ki, endirimdə olanda başlayırlar hər kəs mız qoymaya, tarixi keçib, odur budur mız eləyirlər. Lakin bahatçılıq da olan yenə də mız qoyurlar ki, bahatçılıqdır. Ucuzluq olsa yaxşı olardı, pul yoxdur, pensiyalar qalxmır, uşaq pulu verilmir. Bir sözlə bura ucuz marketdir. Sumqayıt şəhəri 9-cu mikrorayon mağazanın adresidir və mağazanın böyük filialları çoxdur. Baxın, yumurta 12 qəpiyə, yəni ki 1 manat 19 qəpiyə və gördüyünüz kimi daşıyır. Yarı qiymət. Bir dənə sadəcə fərqlərə baxın. Hər yerdə alısında bu məhsullar düzdürmü? Burada qiymətlərə fərqə baxın. 12 manat alısında burada 6 manatdır. 11.80 alısında burada 5 manat 90 qəpidir. Yenə deyirəm, valla bəziləri bilmirəm niyə belə düşünürlər. Baha satanda yaxşı olur, amma endirmə qoyanda başlayırlar mızmız eləmək ki, tarixi keçib, vaxtı keçib, vaxt azalır. Yəni yenə deyirəm, valla şükür Allah, cəmaatın savad da var, hər şeyi bilir, nəyi, hardan necə almaq lazımdır. Əgər strok keçən mal olsa, baxın, arabalarda yer yoxdur artıq məhsul qoymaq. Adam var 2 arabadan, 3 arabadan buraya istifadə edir. Hər yerdə sneakers bilirsiniz ki, bahalısı 1.80, 1.60-dan aşağı deyil. Lakin mən bir də mağaza var, oradan paylaşmışdım 80 qəpiyə. Bəli, bax 80 qəpiyə böyük sneakers paylaşmışdım. O başladılar kommentar yazmağa ki, stroku keçib, strokunun 5 gün qalıb, 3 gün qalıb, 1 ay qalıb. Birincisi belə deyək ki, 1 ay qalıb. Qardaş, sən bir dənə sneakers tapıb evdə 1 ay saxlayacaqsan. Kimsə ki 1 ay deyil, 1 il stroku var idi. Yəni adam var ki, düşünür ki, mən apab 1 il bunu evdə qoyacağam, strokun az qalıb. Qardaş, 1 il sən bir dənə sneakers yeyib qutaramayacaqsan, onda sən bu yaşayışı demə. Adam da var ki, mağazanın yerini tanımadan insanların haqqına girir. And içir ki, bunlar hamı strok keçibdi. Strok keçən malı bu qadardan vitrinə düzərmi? Hər şeyi qoyduğunuz bir məntiq ilə düşünün də qardaş. Bir vaxtda gedirdim. Endirmə salanda başlayır ki, strok keçibdi. Endirim isə olmayanda başlayır ki, bahatçılıqdır.